Karbalarımızdan gəlin atalım. 1, 2, bir tane de 3. Ben birinci buradan başlayayım. Çünkü burada ben halberim zaten var. O da ben kutlamıyorum oradan. Ha, bu fidanındır. Ha, bir de bu mənim. Ne qəşəngdir. Ne qəşəngdir. Ben giyindim bunu. Ne qəşəng durdu, baxın. Ay, çox qəşəngdir. Trendyol Milladır, XL razmer olmalıdır. Aşağıda yazaram ölçüsün. Sonra bu da fidanın olmalıdır. Bu da məndir. İki tane de palbir vurmuşam, bu da yoldadır, gələcək indi. Ay. Bu da belə. Mənə qaran yaraşır. Bu da 2XL-dir. 2XL bu da palbir isə bu. Bu ise sadece XL'de. Sonra bak tıkanmış tez göstereyim. Bunu fidoşa almışam. Material ne güzeldi buna. Ne güzeldi. Qolları da belədir, barmağı da belə keçir. Ağ bir dənə prosta köynəkdir. İndi palbir almışam, onun altından giyinməyim. Belədir. Sonra bu palbiri bəlkə də tanıyacaqsınız. Trend palbirdir bu Millanın. Ha, çok qəşəngdir. Bunun qızlar hamısı giyinirlər. Bunu da fidan almışam. Belə. Çox qəşəngdir. Sonra burada isə mavi okeydir. Ritus. Bu belə bir dənə şeydir. Ritusdur. Bu belə bir şeydir. Ayağı belə də nazikdir ya, qalın deyil elə də. İçi biraz belə şeydir. Xovudur. Bir də təkxətdir. Bunu set şeklinde almışam bunu. Vitaminlerinde. Bir de magnezyumdur. Deməli vitamin D'dir. B12 folik asiddir. Bunu set şeklinde almışam. Bir dənə belə dəmirdir. Bir dənə belə omegadır. Dəqiq. Bir şey. Omega 3'dür. İlk dəfə mən omega şey yiyəcəm. İçəcəm. Bu isə koloniyadır. Bunu həmişə hədiyyə qoyurlar. Deməli bunu tökürəm şeyin içərisindən, yoğurtun yarısını. İşte belə. İstəyicə də story'da paylaşacağım bunların hamısını.